Xanım Baxşəliyeva, sizin ayrılmağınızı istəmirəm. Hüseyin də şahiddir ki, mən bayaq da onunla danışmışam. Düzdürmü Hüseyin? Bəli. Bayaq da danışmışam ki, Hüseyin, bu müvəqqəti bir əsəbdir, qısqanclıqdır, səni çox sevir. Sevgi... Mənim vəziyyətimi də nəzərə almalıdır. Mənim üstüncə ağrılarım var, əməliyyat yerim ağrıyır, hər şey üst-üstə gəlir, narkoz udmuşam. Mənim bu vəziyyətimi anlamalıdır, daha da üstə qoyub. Qısa bir ara verək, bir dənə keç otur orada. Bir dəqiqə, sənə heç nə olmaz, narahat olma. Əsas odur ki, sən öz həyat yoldaşını anla, başa düş. Bu ailənin bütövlüyü üçün, bu ailənin dağılmaması üçün qadın bəzən güzəştə getməyi bacarmalıdır. Bəli, səhvdir, səhvdir. Bütün mənalarda səhvdir. Bu mənim fikrimdir, hörmətlə yanaşmaq lazımdır. Hamı bir-birin fikrinə. Bu adamın evi yox, bu adamın eşiği yox. Bu adam özünü saxlaya bilmir, uşaq saxlayandır bu, birində qucağında... Yəni, olmaz. Hüseynin səhvənədir çoxdur xanım. Hüseyin sən neyini deyə bilərsin? Hüseyin məsuliyyətli bir kişi deyil. Niyə işində, gücündə məsuliyyətli, hər şey neyini? Hayır, amma işində, gücündə məsuliyyətlisə, ailəsində məsuliyyətli deyil. Neyin əməlidir bu yazı? Neyini bu ailəsinə qarşı? Qapıya qədər dürtüb gətirirsiniz. Qadın qapıdan çıxanda deyirsiniz, qadın çıxdı. Amma başa düşmək lazımdır ki, bu qadını qapıya qədər sən kişi dürtdün Bir dənə sizə gətirdin. söz deyib, Körün xanım. Hüseynin yoldaşı iş yerinə baskın eləmişdi. Hüseyin yoldaşını götürür əlinə tutur ki, gəl bir bax gör bu ofisdə işləyənlər necə mədənidir, necə yaxşı insanlardır. Hamının içində Hüseyinə o hərəkət eləyirsə, bir kişini alçaldırsa, kim qəbul eləyər bunu? Hansı kişi, buradakı